Və sonra İmam rahimehullah başqa bir məsələyə keçid edir və buyurur ki: "Va'lam enna'n-nas lam yebtadi'u bid'atan qat hatta taraku mine's-sünneti mislaha." Bil ki, insanlar bu dində öz mislində bir sünnəti tərk etmədikcə heç vaxt bir bidət ortaya çıxara bilməzlər. Müəllif intiqal edir, keçir bidət məsələsinə. Və çox uzatmadan xülasə eləsək, bidətin tərifi nədir? Lüğəvi mənada yenilik deməkdir. Şəri mənada, ən bəsit formada, çünki bidətin tərifi barədə çox şeylər deyilir, ən bəsit formada bidət, dində əsli olmayan, sonradan din adına Allaha təqarrub, yaxınlıq qəsdi ilə, yəni ibadət qəsdi ilə ortaya çıxarılan hər şey. Nədir? Bidətdir. Məsələn, Osman radiyallahu anhunun xilafətində cümə namazı üçün ikinci azan təyin edilir. Bu Osmandan qabaq var idi. Qur'an nazil olduğu vaxt və Allah Rasulunun sağlığında belə bir şey var idi? Yox idi. Və Osman bunu çıxartdı. Osmanın bu əməli bidət oldu, olmadı? Bidət olmur. Niyə? Çünki bidətin tərifində nə dedik? Bu misalı niyə görə verdim? Hətta bidətin tərifini yaxşı anlamaq üçün. Bidətin tərifində nə dedik? Dedik ki, sonradan ortaya çıxan dində Allaha ibadət qəsdi ilə dində əsli olmayan. Osmanın bu əməlinin dində əsli var idi ya, yox? Var idi. Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında sübh namazı üçün 2 azan verilirdi ya, yox? Verilirdi. Deməli, bir namazı üçün ehtiyac olduqda ikinci azanın verilməsi dində əsli olan bir məsələdir ya, yox? Əsli olan bir məsələdir. Cümə günü üçün Osman radiyallahu anhunun xilafətində ehtiyac olduğuna görə Osman bu ikinci azanı təyin edir və bu əməlin də şəriətdə, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətində dində əsli olan bir əməldir. Deməli, İmam rahimehullah buyurur ki, bil ki, "Ennən-nas lam yebtadi'u bid'atan qat." İnsanlar heç bir bidət ortaya çıxara bilməzlər, hatta taraku mine's-sünneti mislaha. Hətta onun mislində bir sünnəti tərk etmədikcə. Bax, bu bidətin zərərlərindəndir. Alimlər bidətin bir çox zərərlərini qeyd ediblər. Ondan artıq necə ki, bidət olmayan asiliklərin zərərləri var. Məsələn, qeybət. Nə qədər zərərləri var? Ailələri belə dağılda biləcək gücdədir. Sələflərdən biri deyir ki, bəzən sehirbazın illərlə edə bilmədiyi şeyi nəmmam yarım saata həll edir. Gör, asiliyin necə təsiri var? Bidətlərin necə təsiri olmasın zərərləri? Və bidətin zərərlərindən birisi budur. Yəni, dinə vurduğu zərərlərdən birisi budur. Hətta sələflər deyir ki, bidətin bu mənada zərəri bidət olmayan asiliklərin zərərindən qat-qat artıqdır. Niyə? Çünki ola bilsin, insan qeybət edir, şərab içir, nəysə haram bir iş görür, onun zərəri Allahın dininədir, yoxsa o haramı işləyənə, onun özünədir. Lakin bidətin zərəri kimə qayıdır? Həm edənə, həm də Allahın dininə. O zərərlərdən birisi nədir? İmam Barbaharinin qeyd elədiyi. Bu bidətin zərərlərindəndir. O da nədir? Bir bidət gələndə öz mislində bir sünnəti unutdurur. Yaxud da əksinə, insanlar hansısa sünnələri tərk edirlər, orada bir boşluq əmələ gəlir, şeytan qoyar onu elə qalsın. Yox. Sonra zaman keçdikcə o boşluq nə ilə doldurulur? Hansısa bir bidətlə. Ona görə İbn Abbas radiyallahu anhuma deyərdi ki, insanların üzərinə elə illər gələcək ki, hər il əhdəsu fihi bid'a və əmətu fihi sünnə. Hər il bir bidəti ortaya çıxaracaqlar və bir sünnəti öldürəcəklər. Və beləcə bidətlər yaşayacaq və sünnələr öləcək. Sələfdən Həsən
İbn Atiyyə rahimehullah deyir ki: "Məbtəda'a qavmun bid'atan fi dinihim illa naz'allahu min sunnetihim mislah. Thumma la yu'iduha ileyhim ila yevmil qiyamah." Elə bir qövm yoxdur ki, öz dinində bir bidət ortaya çıxara, onun müqabilində Allah onlardan bir sünnəti əllərindən almaya. Və sonra Allahın onlardan götürdüyü o sünnət qiyamət gününə qədər onlara qaytarılmaz. Fikir verin, bu tək İmam Barbahari'nin dediyi söz deyil. Hətta sahabelərdən İbn Abbas bu sözü deyib. Və bu bidətlə əlaqəli qaydalardan birisidir. O da nədir? Bir bidət gələndə bir sünnəni aradan qaldırır. Yaxud da əksinə. İnsanlar hansısa bir sünnəni tərk edəndə o boşluğun yerini mütləq bir bidət doldurur. Həmçinin Muhammed ibn Sirin rahmetullahi aleyh deyərdi ki: "Mə əhdəsə raculun bid'atan fəraci'a sünnə." Elə bir adam yoxdur ki, bir bidət ortaya çıxarsın və hansısa bir sünnədə geriyə düşməsin. Və bu qaydanın misalları da çoxdur. Məsələn, sadaqallahul azim bidəti ən məşhurlarından. Sünnədir ki, Quran oxuyandan sonra desin ki: "Subhanakallahumma və bihamdik, əşhədu en la ilahe illa ent, əstəğfiruka və atubu ileyk." Bu sünnədə vardır. İmam Əhməd Musnədində, Ayşə anamızın rəvayətində, hədis də səhih hədisdir. Ayşə anamız buyurur ki, Allah Resulü bir məclisdə olanda o məclisi mütləq bu kəlmələrlə tamamlayırdı. O cümlədən də Quran oxudu mu, oxuduğu Quranın qirayətini mütləq bu kəlmələrlə tamamlayırdı. Deməli, sünnədə varid olub da Quran oxuyandan sonra hansı zikri edəsən. Amma insanlar bu sünnəti tərk elədilər, bu sünnə ilə əməl eləmədilər, yerinə hansı bidət doldurdu? Sadaqallahul azim bidəti. Və bugün Allahın rəhm etdiyi qariləri çıx, demək olar hamısı bu bidətə mübtəla olublar. Və ya məsələn, təsbih ilə zikr. İndi o təfsilata girmirəm. Təsbih ilə zikrin icazəli yerləri var, amma ümumilikdə təsbih ilə zikr, o da bu məsələnin misallarındandır. Çünki əsl olan nədir? Barmaqla zikirləmək. İki yöndən. Bir o mənada ki, feili olaraq Allah Resulü aleyhissalatü vesselam barmaqla zikr edirdi və bütün əshabı da. Həm də qövlü olaraq Allah Resulü aleyhissalatü vesselam buyurur ki, zikr edəndə barmaqlarınızla sayın. Hədisə fikir verin. Çünki qiyamət günü soruşulacaq. Bu daha əzəmətlidir. Barmaqla zikr tərk olundu, yerini nə doldurdu? Təsbih ilə zikr. Bir sünnə getdi, bir bidət gəldi. Yaxud məsələn namazdan sonra olan zikirlər. Sünnə olan nədir? Həmin zikirlərin fərzdən sonra edilməsi. Bunu tərk edənlər zikrə hara saldılar? Sünnədən sonraya. Bu da bidətdir. Və bu labüddür. Çünki sünnə aradan geçsə, bidət gəlməlidir. Bidət gəldi, onun müqabilində bir sünnə aradan qalxmalıdır. Və İmam rahimehullah buyurur ki, sözünün davamında: "Fəhdəril muhtəsat minəl umur." Dində ortaya çıxan, sonradan ortaya çıxan yeniliklərdən uzaq dur. Fə innə kullə muhtəsətin bid'a. Çünki dində sonradan ortaya çıxan hər bir yenilik bidətdir. Və kullu bid'atin dalalə. Və hər bir bidət də zəlalətdir və dalalət və əhluha finnar. O zəlalət də, o zəlalətin əhli də cəhənnəm odundadır. Və imamın deməsi ki, kullu bid'atin dalalə, hər bidət zəlalətdir və bu təbii ki Allah Resulü aleyhissalatü vesselamın hədisindən götürülüb. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki: "Fəaleykum bi sünnəti və sünnətul xulafəir raşidin əl-mehdiyyin." Mənim və hidayət sahibi, raşid xəlifələrimin sünnətinə tabi olun və azı dişlərinizlə onlardan yapışın və bidətlərdən uzaq durun. Çünki hər bidət zəlalətdir və hər sonradan ortaya çıxan yenilik də bidətdir. Deməli, burada həm də nəyə rədd var? Dində gözəl bidət var deyənlərə. İmam Rahimullah buyurur ki, dində sonradan ortaya çıxan hər bir yenilikdən uzaq dur. Kullu bid'atin dalalə. Çünki hər bir yenilik nədir? Zəlalətdir. Bu nə deməkdir? Bu o deməkdir ki, zəlalət olmayan bidət yoxdur. Bəli, bidətin növləri var. İndi o növlərdən birisini elə müəllif özü qeyd edəcək. Bidətin növləri var. Etiqadi bidət var, əməli bidət var.
Feili bidət var, tərki bidət var, əsli bidət var, izafi bidət var. Bidətin növləri var. Lakin bidətin belə bir növü yoxdur. Pis bidət və yaxşı bidət. Ola bilər lüğəvi mənada. Lüğəvi mənada ola bilər yenilik. Amma şəri mənada bidətin belə bir növü yoxdur. Pis və yaxşı. Və belə bir növü necə ola bilər ki, Allah Resulü aleyhissalatu vesselam buyurur ki, kullu bid'atin valalə. Kul nədir? Ümumi ifadə edən bir kəlmədir. Yəni, hər bir bidət zəlalətdir. Yəni, zəlalət olmayan bidət yoxdur. Və sonra müəllif rahiməhullah buyurur ki, vəhvar siğaral muhtəsət minəl umur. Hətta kiçik olsa belə bidətlərdən uzaqdır. Bax, bu bidətin növlərindən birisidir. O da nədir? Böyük bidət, bid'ul kəbirə və səğirə. Böyük bidətlər, bir də kiçik bidətlər. Elə bidətlər var ki, çünki bidətlər özləri asilik növündəndir, günahlar növündəndir. Necə ki, günahlar iki hissəyə bölünür, Allah qatında hər günah eyni səviyyədədir, yox. Elə günahlar var, böyük günahlardır, elə günahlar var, kiçik günahlardır. O cümlədən küfür. Böyük küfür, kiçik küfür. Şirk, böyük şirk, kiçik şirk. Nifaq, böyük nifaq, kiçik nifaq. O cümlədən də bidətlər. Var böyük bidətlər, var kiçik bidətlər. Elə bidətlər var ki, mahiyyət etibarilə kiçik ola bilər. Məsələn, çox misallar var. Xüsusən də əməli bidətləri buna misal vermək olar. Məsələn, namazdan sonra adət edib bir-birləri ilə görüşürlər. Bu bidətdir. Və namazdan sonra adət edib dua eləmək ki, Allah qəbul etsin, Allah razı olsun. Allah qəbul etsin, Allah razı olsun. Bunu bu formada adət etmək, namazdan sonra toplu şəkildə bir-birləri ilə görüşmək, salamlaşmaq, müsafaha etmək, bu bidətdir. Lakin bu kiçik bidətlərdəndir. Və İmam rahimehullah buyurur ki, vəhzar siğaral muhtəsəti minəl umur. Hətta kiçik də olsa, dində sonradan ortaya çıxan hər bir şeydən uzaqdır. Sələflər belə idilər. Onlar baxmırdılar, bu əməl, şəriətə müxalif olan əməl, böyüdü, kiçikdir, şəriətə müxalifliyi. Buna baxmırdılar. Nəyə baxırdılar? Baxırdılar ki, bu əməl müxalifdir, yoxsa müvafiq. Onlar üçün əsas meyar bu idi. Baxın, adi bir misal deyim. Abdullah ibn Ömər radiyallahu anhumanın yanında bir gün biri asqırır. Nə deməlidir? Elhamdülillah deyir. Lakin əlavə edir salavatı. Deyir ki, elhamdülillah və salatu alə Rasulillah. Bu İbn Ömərin yanında baş verir. Başqası İbn Ömər yox, hansısa bidətçi və ya bidətlərə ehtimam göstərməyən, onları təhlükəli görməyən birisi deyərdi ki, nə var bunda? Heç tənbih eləməzdi, çəkindirməzdi. Allah həmd elədi, sonra da Peyğəmbərə dua elət də. Necə ki, bugün də belə deyirlər. Deyirlər ki, ibadətdən bidət olar. Daha bilmirlər ki, elə bidət ibadətdən olur da. Yəni, bidət dünyəvi məsələlərdə olmur ki, elə dini məsələlərdə olur. İbn Ömər radiyallahu anhu həmən o adamı bu əməlindən çəkindirir. Deyir ki, biz Peyğəmbər sallallahu aleyhi və səlləmdən belə öyrənməmişik, belə görməmişik. Alə kulli hal elhamdülillah. Hər bir halda Allah həmd. Allah həmd ilə. İbn Ömər Peyğəmbərə duanı inkar elədi, salavatı inkar elədi, yox. İbn Ömərin inkar eləməsi nə idi? Asqırandan sonra elhamdülillah deyəndən sonra salavat deyilməz. Bunu inkar elədi. İndi belə baxanda o adamın etdiyi bu əməl bidət də olsa böyük bir şeydir, yoxsa kiçik bir şeydir. Lakin İbn Ömər kiçik də olsa susmadı və onu bu bidətindən, bu əməlindən çəkindirdi. Ümumiyyətlə bir qayda olaraq bir şey deyim. Nə zaman bidətlər böyük olur? Ola bilsin bidət özü özlüyündə əsli etibarilə kiçikdir, kiçik bidətdir. Lakin əsli etibarilə kiçik olan bidət böyük ola bilər. İmam Şatibi rahmetullahi aleyh dörd dənə əsas gətirir. Birinci deyir ki, əgər həmin o kiçik olan bidət üzərində o bidəti edən davamiyyətdə olsa, bir var bunu bir dəfə dedi. Bir də var daima bunu edəndir. Fikir verin, asiliklərdə də belədir. Bir var hansısa asilik özü özlüyündə kiçikdir. Alimlər qayda olaraq nə deyir? Kiçik günah üzərində israr onu nə edir? Böyüdür. Və bu qaydanı bidətlər barədə də deyiblər.
Deyiblər ki, kiçik bidət üzərində israr onu nə edir? Onu böyüdür. Bu bir. Həmçinin ikinci əsas, əgər o kiçik bidəti edən ona dəvət edirsə, bu da onu böyüdür. Ola bilsin bir bidətdir. Bayaqki çəkdiyimiz misal. Asqırdı, elhamdülillah və salatu ala rasulillah elədi, özü üçün. Lakin bir də var, adam harda oturur, durur, buna dəvət edir. Bu bidəti insanlara öyrədir. Bu nə edir? Həmin kiçik bidəti böyüdür. Üçüncü əsas, həmin o kiçik bidəti insanlar olan yerdə və ya toplu şəkildə etmək. Məscidlərdə, elm məclislərində və s. Bu da bidəti böyüdən əlamətlərdəndir, əsaslardan və dördüncüsü o bidəti, qəlbi o bidətə bağlamaq və o bidəti əzəmətləndirmək və onu kiçik, həqir görməmək. Yəni, ola bilsin ki, bidət özü-özlüyündə kiçik olsun, lakin müəyyən səbəblərlə böyüsün. وَحْذَرْ صِغَارَ الْمُحْدَثَاتِ مِنَ الْأُمُورِ Dində sonradan ortaya çıxan şeylər kiçik də olsa, ondan uzaq dur. Niyə? فَإِنَّ صَغِيرَ الْبِدَعِ يَعُودُ حَتَّى يَصِيرَ كَبِيرًا Çünki bu kiçik bidətlər ki var, zaman keçdikcə böyüyür. O cür qalmır. وَكَذَٰلِكَ كُلُّ بِدْعَةٍ اُحْتِثَتْ فِي هَذِهِ الْأُمَّةِ كَانَ أَوَّلُهَا صَغِيرًا يُشْبِهُ الْحَقِّ Necə ki bu ümmətdə də ortaya çıxan bütün bidətlərin əvvəli belə idi. Və ona görə. Ona görə imam deyir ki, demək ki, bu bidət kiçikdir. Kiçik də olsa, bidətdirsə, Allahın şəriətinə, Allah Rasulunun sünnətinə müxalifdirsə ondan uzaq dur. Niyə? Çünki həmin kiçik bidətlər yaudu hatta yasira kabira. Vaxt keçdikcə, zaman keçdikcə mütləqdir ki, böyüyəcək. O cür halda qalmayacaq. Və bunu imam nədən deyir? Praktikadan. Reallıqdan. Ona görə buyurur ki, وَكَذَٰلِكَ كُلُّ بِدْعَةٍ اُحْتِثَتْ فِي هَذِهِ الْأُمَّةِ Ona görə deyir, elə bu ümmətdə ortaya çıxan bütün bidətlər belə olub. كَانَ أَوَّلُهَا صَغِيرًا Əvvəli kiçik bir şeydir. Yüşbihul haqq. Hətta haqqa oxşuyurdu. فَاغْتَرَّ بِذَٰلِكَ مَنْ دَخَلَ فِيهَا Həmin bidətlərə düşənlər elə bu səbəbdən allandılar. Baxdılar ki, haqqa oxşuyur, kiçik bir şeydir. Elə bidətə düşənlərin allanma səbəbləri də bu oldu. Və doğrudan da belədir. Baxın, bugün bidət firqələri var, bildiyiniz. Sufi təriqətlərindən tut, vahdətül vücudçulardan tut, əşarilərdən tut, mu'təzilədən tut, rafizilərdən tut, xavaricilərdən tut. O dağ boyda olan bidət firqələr var, artıq firqədir, məzhəbdir, öz alimləri var. Cildlərlə kitablar yazırlar. Öz məzhəblərinə dəvət edirlər. Həmin o bidət firqələrin əvvəli bilirsiniz nə idi? Balaca bir şey. Balaca bir şey. Ola bilsin balaca bir fikir. Məsələn, təşəyyü bidəti, yəni şiyəlik bidəti, şiyə məzhəbi, rafiziliyin, gəlin bir anlıq əslinə qaydaq, balaca bir şeydir. Bilirsiniz nə ilə başladı bu rafizilik? Dedilər ki, Əli Osmandan üstündür. Xilafətdə yox, fəzilətdə. Xilafətdə Allah Rasulundan sonra Əbu Bakrdır. Sonra Ömərdir. Sonra Osmandır, sonra Əlidir. Xilafətdə belədilər. Lakin fəzilətdə ümmətin ən üstünü Əbu Bakrdan Ömərdir. Üçüncüdə ixtilaf olundu. Əli yoxsa Osman. Şiyəliyin təməli fikir olaraq burada qoyuldu. Qıldıqları namaz sənin mənim namazım idi. Tutduqları oruc sənin mənim tutduğum oruc idi. Eyni səhvdə idilər. Çiyin çiyinə. Eyni imamın arxasında. Amma artıq fikir ayrılığı çıxmışdı. Şiyəliyin toxumu atılmışdı. O da nə idi? Xilafətdə yox. Sadəcə fəzilətdə və ya biraz sevgidə əlini Osmandan üstün görmək. Böyük bir şeydir, yoxsa kiçik bir şey? Kiçik bir şey. Bəlkə də o dövrdə adi bir şey kimi qarşılayıblar. İmam dediyi kimi.
Yüşbihul haqq. Hətta haqqı oxşuyurdu. Bəziləri deyib doğrudan da elədir də. Əli Osmandan üstündür. Sonra zaman keçdi. Bu məsələ elə belə də qaldı, yox belə qalmadı. Sonra fəzilət məsələsindən keçdilər xilafət məsələsinə. Dedilər ki, madəm ki Osman fəzilətdə əldən Əli Osmandan üstündür, deməli xilafətdə də Əli Osmandan xilafətə daha layiqdir. Bu artıq zəlalət idi. Niyə? Çünki bütün sahabələri ittiham eləməkdir. Çünki Əlinin müqabilində Osmanın xəlifə seçən kimləri idi? Sahabə. İndi sən deməklə ki, Osman yox, Əli layiq idi. Nə demək istəyirsən? Demək istəyirsən ki, sahabələr haqlı olanı qoydular kənara, haqsız olanı önə çəkdilər. Sahabələr ittiham olundu. Sonra burada durdu, durmadı. Biraz zaman keçdi, insanlar çıxdılar, dedilər, yox, belə deyilmiş. Bəs necəymiş? Elə xilafətə Əli layiq imiş. Və Əli elə bütün sahabələrin əfsəli imiş. Və sonra biraz da illər keçdi, 10 illər, burada da durmadı. Sonra başqa bir fikir çıxdı, o da nə? Sən demə, Əli təkcə xilafətə layiq imiş, yox. Allah Rasulü özündən sonra onu xəlifə təyin edibmiş. Nəticə, sahabələr bunu biliblər, gizləyiblər. Allah Rasulunun vəsiyyətinə əmanətə xəyanət ediblər. Əli qala-qala başqalarını xəlifə seçiblər. Burada da durdu, burada da durmadı. Sonra dedilər ki, yox, bu başqa bir şeydir. Əli ilahi bir varlıqdır. İmamət məqamı. Və Əli ilə kifayətlənmədilər, Əlinin övladları. Sonra gəldi 12 imamçı şiyəliyi ortaya çıxdı. Və s. və ilə axır. Mərhələləri çox uzatmaq olar. Sonra dedilər ki, madəm bu sahabələr Allah Rasulunun bu vəsiyyətinə xəyanət ediblər, deməli Qur'ana da xəyanət ediblər. Deməli əlimizdə olan Qur'an qorunmuş Qur'an deyil, dəyişdirilib. Və sonra nəticə bu oldu ki, 4-5 sahabədən başqa səndimi hamısı kafir imiş. Gəldi. Axırda dedilər ki, fikir verin. Gəlinən nəticəyə baxın. Adi bir misal. Bilirsiniz də Allah Azze və Cəllənin adlarından birisi Əl-Xaliq, yaradan. Deyirlər ki, Allahın bu adının təcəllisi özünü göstərib yalnız Fatimədə, ya da Əlidə, ya da Fatimə ilə Əlidə. Bunda ixtilaf ediblər küfürdə. Yəni nə? Demək istəyirlər ki, varlıq aləmində Allahın yaratdığı 2 dənə varlıq var, ya da bir dənə. Kimdir? Əli ilə Fatimə. Və salam. Allah ki, deyir ya xaliqdir. Yəni Fatimənin və Əlinin xaliqidir. Allah varlıq aləmində Əli ilə Fatimədən başqa heç nə yaratmayıb. Tamam. Bəs bütün bu göyləri, yeri, ərşini, qələmi, kürsünü, mələkləri, cinləri, Adəmi, Muhəmmədi yaradan kimdir? Fatimə ilə Əli. Onların hörmətinə yaranmayıb, ha? Onlar yaradıblar. Necə? Kun fəyəkun. Ol deyiblər, olub. Bu nağıl deyil, ha? O mənada ki, yəni şiə kitablarında gələndir. İndi bu küfür əqidəsi ki var, əvvəli nəyinə başladı? İndi qaydaq əvvələ. Nə idi? Hə? Əli Osmandan üstündür. Nəticəyə baxın, zaman keçdikcə nə olub? İndi dərs uzanmasın deyə misallar çəkmirəm və eləcə də digər firqələr. Xavariclər, Sufilər, Cəhmilər və qeyriləri. Adi bir misal deyim, Xavariclər barədə. Əbu Musa Əl-Əş'ari radiyallahu anhu bir gün gəlir Abdullah ibn Məsudun yanına, deyir ki, məsciddə qəribə insanlar gördüm. İbn Məsud da deyir ki, hər ikisi də sahabədir. Nə gördün? Sadəcə olaraq Əbu Musa bilirdi ki, İbn Məsud nədir? Daha fəqihdir, daha alimdir. Ona görə onun yanına gəlir. Deyir, məsciddə insanlar gördüm. Namazı gözləyirlər. Və halqa şəklində oturublar. Məscidin içində halqa. Və halqanın ortasında da bir adam oturub. Onlara deyir ki, 100 dəfə təhlil. Hamısı başlayır. La ilahə illallah, la ilahə illallah, la ilahə illallah. Deyir, 100 dəfə təkbir. Allahu akbar, Allahu akbar. 100 dəfə təhmid. Elhamdülillah, elhamdülillah. 100 dəfə təsbih. Subhanallah, subhanallah. İbn Məsud deyir ki, heç nə demədin onlara? Deyir, yox. Dedim ki, gəlim sənə məsləhət edim. Fikir verin.
sahabə şəriətə müxalif əməl görür. Yenə də özündən fəqih, özündən alim olanla gəlib məsləhətləşir. Nəysə İbn Məsud Əbu Musa ilə birlikdə gəlirlər məscidə və İbn Məsud da o cəmaat içərisində ağsaqqal idi, sözü eşidilən idi. Və onlara deyir ki, siz nəyi sayırsınız? Deyirlər ki, zikirləri. Və İbn Məsud deyir ki, narahat olmayın, o zikirlərə görə mən sizə zəmanət verirəm ki, sayılır. Mələklər tərəfindən yazılır. Heç bir zay olmayacaq. Saymağa həvəslisinizsə, öz günahlarınızı sayın. Və onları bu əməldə çəkindirir və orada qəribə bir söz deyir. Deyir, Subhanallah, hələn Peyğəmbər sallallahu aleyhi və səlləmin paltarı köhnəlməyib, qab-qacağı sınmayıb. Bu nə də Allahın dinində ortaya çıxardınız? Nə demək istəyir? Demək istəyir ki, Allah Rasulunun vəfatından sonra uzun bir zaman keçməyib. Həmin hadisəni bu sahabələrdən rəvayət edən tabiin bilirsiniz nə deyir? Deyir, Nəhravan günü onların çoxsunu xavaricilərinə birlikdə gördük. Fikir verirsiniz? Həmin o zikr əhlini Nəhravan günü Əliyə qarşı xavaricilərinə birlikdə savaşan gördük onların içində. Görün, kiçik bidətlər, özdə əməli bidətlər idi, zikr idi. İndiki bidətçilərdir, sən deyəcək zikirdən bidət olur. Elə bidət zikirdən olur da. Maşından, telefondan olmayacaq ki. Hələn bidətin mahiyyətini anlamayıblar. Və sonra İmam Rahiməhullah deyəndən sonra ki, bu ümmətdə ortaya çıxan hər bir bidətin əvvəli belə idi, kiçik və haqqa bənziyirdi. Fəxtarra bizəlikə mən dəxələ fiyhə. Və həmin bidətlərə düşənlər elə bu səbəbdən allandılar. Sümmə ləm yəstəti'il xurucə minhə. Sonra da o bidətlərdən çıxa bilmədilər. Fəazumət. Və zaman keçdikcə o bidətlər böyüdü və sarat dinən yudənu bihi. Və özünə tabe olması müstəqil bir din halına gəldi. Şiəlik bidəti fikir verin. Harda başladı və harda qutardı. Və xalifə sıratəl müstəqim. Və beləcə doğru yola müxalif oldular. Fəxarəcə minəl-İslam. Və beləcə İslamdan xaric oldular. Fənzur rahiməkallah. Kullə mən səmi'tə kələməhu min əhli zəmanikə xassətən fələ tə'cələn. Və lə tədxulənnə fi şeyin min. Həttə təsələ və tənzura həl təkəlləmə bihi əshabu Rasulillahi sallallahu aleyhi və səlləm. Deyir ki, Allah sənə rəhm eləsin. Sözünü dinlədiyin, sözünü eşitdiyin hər adamın dediyini həmən qəbulləmə. Min əhli zəmanikə xassətən, xüsusən də öz zamanında. Bələm İmam Bərbaharinin zamanında deyilən sözdürsə, görün indiki dövrdə necə. Fələ tə'cələn. Tələsmə və o məsələyə girişmə. Hətta Allah Rasulunun əshabı əv əhədun minəl uləmə yaxud alimlərdən kimsə o məsələ barədə danışıbmı? Bunu bilmədikcə, bunu soruşmadıqca hər eşitdiyin şeyin dalınca getmə. Hətta haqdan azmayasan və haqq üzərində salamat qalasan deyə. Fikir verin, İmam dedi ki, həl təkəlləmə bihi əshabu Rasulillah əv əhədun minəl uləmə. Allah Rasulunun əshabı və alimlərdən kimsə o şeyi deyib, dilə gətirib. Bidət əhlinin halı qəribədir. Məsələn, Allah məkandadır, Allah cisimdir. Biz deyirik, Allah Rasulunun əshabı Allah barədə bu ləfsləri işlədiblər, işlətməyiblər. Sələf imamları Allah barədə bu ləfsləri işlədiblər, işlətməyiblər. Niyə işlədirsiniz? Yaxud Allah Rasulunun və sələf imamlarının dediklərini niyə demirsiniz? Halları çox qəribədir. Məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləm deyibmi ki, eyn Allah, Allah hardadır? Müslimdə gəlir. Cariyəyə. Bu sualı verdi, vermədi? Verdi. Cariyə nə dedi? Fissəmə, səmada. Bugün bidət əhli, hələm sualın cavabını demirəm. Mücərrəd olaraq bu sualı verməyi icazəli görürlər? Yox, niyə? Allah Rasulü verib axı.
Allah Resulunun, əshabının, sələf imamlarının demədiklərini Allah barədə deyirlər, dediklərindən də uzaq dururlar və deyirlər ki, din budur. Ona görə İmam Əhməd rahimehullah deyərdi ki, İyyəkə ən tətəkəlləm fi məsələtin leysə ləkə fiyhə imam. Özünə tabi olduğun imamın olmadığı bir məsələ barədə danışmaqdan uzaq dur. İyyəkə ən tətəkəlləm. Yəni, elə bir məsələ barədə danışırsan ki, səndən qabaq o məsələ barədə danışan bir sələfin yoxdur. Belə bir şeyi dilə gətirməkdən həzər et. Hətta haqq üzərində salamat qalasan deyə. Adi bir misal deyim, düzdür, bu fıqhi bir məsələdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, daha doğrusu sahabə deyir ki, bizə namazda sağ əli sol əlin üzərinə qoymaq əmr edilmişdir. Yəni, namazda əlləri bağlamaq bizə əmr edilmişdir. Belə fıqhi qaydalarla hədisə yanaşsaq, əgər bir şey ki əmr edilib, onun hökmü nədir? Vacib. Ta ki onu o vaciblikdən müstəhəbliyə düşürəcək dəlil olmadıqca. Və zahirən bunu da vaciblikdən müstəhəbliyə düşürəcək bir dəlil yoxdur. Elə isə bu hədisdən bu məna çıxır ki, namazda əlləri bağlamağın hökmü nədir? Vacibdir. İmam Albani rahmetullahi aleyh Asl-ı Sıfat Salat-ı Nəbi kitabında bu məsələni gətirəndə görün nə deyir? Deyir, əgər mən bilsəydim ki, məndən qabaq yaşayan alimlərdən kimsə deyibsə ki, namazda əlləri bağlamaq vacibdir, tərəddüd etmədən bunu deyərdim bu hədisə əsasən. Lakin demirəm, deyə bilmirəm. Niyə? Çünki məndən qabaq bu hökmü verən bir alim olmadığına görə. Əlində hədis var. Lakin bu hökmü verən sələf yoxdur. Ona görə bu hədisə əsasən bu hökmü verməkdən uzaq durur. Və sonra müəllif rahimehullah buyurur ki, فَاِنْ وَجَدَّ ف۪يهِ أَثَرًا عَنْهُمْ فَتَمَسَّكْ بِهِ. Soruşandan sonraki, araştırandan sonraki Allah Resulü'nün əshabı həmin o eşitdiyin şeyi dilə gətirib, alimlər onu deyiblər, فَاِنْ وَجَدَّ ف۪يهِ أَثَرًا, bu barədə bir əsər, bir dəlil tapsan, onlardan فَتَمَسَّكْ بِهِ, o dəlildən tutun. وَلَا تُجَاوِزْهُ لِشَيْءٍ وَلَا تَخْتَرْ عَلَيْهِ شَيْئًا فَتَسْقُطْ فِي النَّارِ. Və nə olursa olsun, həmin o dəlili kənara qoyub, başqa bir yolu seçmə, yoxsa cəhənnəmə düçar olanlardan olarsan. Sələf imamlarından Sufyan Əth-Thawri rahimehullah deyərdi ki, İn istəta'tə əllə təhukka rəsəkə illə bi əsər fəf'al. Əgər başını belə dəlillə qaşıya bilirsənsə elə. Belə baxanda sünnədə başı qaşmağın hər hansısa bir qaydası gəlməyib. Deyir ki, Əth-Thawri rahimehullah, hətta başını belə qaşıyanda bunu sünnəyə uyğun edə bilirsənsə elə. Bir gün İmam İbn Bəz rahimehullah'a bir sual verir. Bilirsiniz ki, tay ayaqqabı ilə gəzmək qadağandır. Ədəbidən də deyil. Sual verən deyir ki, İbn Baza, bəzən olur ki, məsciddən çıxıram, ayaqqabımın bir tayını tapıram, o bir tayını tapa bilmirəm. Görürəm ki, bir iki addım araldadır. Olarmı ki, o bir tayını geyinim, çox yox, gəzməyəcəm. Bir iki addım, üç addım atım və o biri tayını götürüm geyinim. İbn Baz deyir ki, sünnəyə müxalif bir addım belə çalış atma. Hər iki mənada. Həm həqiqi mənada addım, həm də bu mənada. Çalış sünnəyə müxalif bir addım belə atma. Ona görə Səid İbn-i Musayyib rahmehullah bir gün birini görür ki, əsr namazından sonra davamiyyətli şəkildə namaz qılır. Və bəzi rəvayətlərdə gəlir ki, sübhdən sonra. Və Səid rahmetullahi aleyh də bilir ki, sübh namazından sonra və əsrdən sonra namaz qılmaq qadağandır. Və bu da bunu davamiyyətli şəkildə edir. Və yaxınlaşır ona, onu bu əməldən çəkindirir. Deyir ki, çalış belə eləmə. Çünki Allah Resulü sallallahu aleyhi və səlləmin sünnətində bu varid olmayıb. Və həmin adam Səid ibn-i Musayyibə deyir ki, ya Səid, sən demək istəyirsən ki, Allah azə və cəllə qiyamət günü
bu qıldığım 2 rükət namaza görə mənə əzab edəcək? Said rəhmətullah aleyh deyir ki, bu 2 rükət namaza görə yox. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətinə müxalif olduğuna görə bəli. Bidəti edən hələn başa düşməyib ki, problem hardadır. Məsələ o 2 rükət namazda deyil. Məsələ Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətinə və Allahın şəriətinə müxalif və ya müvafiq olub olmamaqdadır. Ona görə İmam rahmehullah da buyurur ki, əgər o məsələdə sələfdən bir əsər, bir dəlil tapsan, mütləq ona tabi ol. Və nə olursa olsun, onu kənara qoyub, başqa bir seçim eləmə, yoxsa sən də, Allah qorusun, cəhənnəmə düşənlərdən birisi olarsan. Və dua edirəm ki, Allah azə və cəllə bizə eşli fayda götürən qullarından etsin. Barakallahu fikum və sallallahu ala Muhammed və ala alihi və sahbihi və səlləm.